Deməli dostumuz bu dəstəni önerib keçək oyuna. Əslində dəstə biraz ağırdır. Ümumiyyətlə indiki əlimizə baxanda tomruk xaric. Bir yanda kartlar çox bahalıdır. Bir dənə bu dəstədə korumalardır ki, biraz dəstəni qurtarır. Adam birinci deprem oynayır. Bunun arxasıca birinci gələ bilər. Teslanı tez çevirək. Balonu yenə tanklayıb göndərdi yoluncu ilə. Balon yapışar kuleyə. Fişəkçi vursun. Birinci yox. Birinci biraz vuracaq düzdür. Da edə biləcəyimiz bir şey yoxdur, olsun. Korumalar yaxşı ki dəstədə var, yoxsa dəstə dəhşət ağır olacaqdı. Bu arada bunun qabağından birinci ata bilər. Onun üçün Teslanı biraz ortada saxlayıram. Deprem də ata bilər, amma bu kuledə vuracaq deyə çox da böyük problem deyil. Fişəkçini kəsmək üçün dev skelet atırıq. Da bu tərəfə. Oduncu balon heyif ki oduncu o tərəfə gedəcək. Oy, getmədi. Çox super. Fişəkçi atacaq, maksimum fişəkçi atsa belə bir dənə vurmalıdır. Hepsi. Bunu da ataq qabaqdan birinci gəlsə. Bu qədər. Yəni dəstə əslində pis deyil, amma ağırdır. Biraz dəstəyə əl gəzdirmək lazımdır.